Tərkimiz nədir? Elastik qüvvəsi var. Elastik qüvvəsi haqqında danışırıq bu günlərin. Elastik qüvvəsi nədir, nə olan bir şeydir? Həmçinin nə var? İndi puçuğu qədər müsaade göstərərək qələmdən. Tamam indi. Bir şey var, eləmişsən. Eləmişsən, yəni uşaqlığın da olmuş eləmişsən. Eləmişsən, qələmin də o puçuğunu belə çıx-çıxlıq qələmlər var ya. Onların içində də görsən ki, elastik belə yay olur. Belə puçuq. Təşəmbər də yaxşı, amma oxşur da biraz. Puçuq. İndi belə bir şey var ki, bunu iki cür deyəcəm. Elastik qüvvəsinin varlığını iki cür görəcək. Amma elastik qüvvəsinin lap belə girişini eləmədən ilk öncə elastik dərsi haqqında danışaq da. Yəni elastik dərsi nə olan bir şey haqqında danışaq. Ondan sonra elastik qüvvəsinin iki cür yaranması metodunu göstərəcəm sana. İlk öncə bunu danışım ki, deformasiya deyilən bir şey var. Deformasiya. Məsələn, burada elastiklər çəkdim. Deformasiya nədir? Mən bunu sıxıramsa, cisimlər qüvvə ilə onun istiqamətinin qüvvə ilə onun formasının dəyişməsidir. Məsələn, belə bir dənə məftil olsun. Məftil götürdüm belə əydim. Belə əyildi qaldı. Ondan sonra hər şey, yəni qüvvənin onun belə ki, sıxırsan, büzürsən, plastirin, yumru plastirin, onu sıxırsan, deformasiya uğradırsan. Belə hər bizə fizikçilər falan deyir ki, gün nə oldu, deformasiya uğradırsan. Yəni belə bir-birlərinə belə zarafat edirlər. Deformasiya, yəni belə bir şey deyil. Yəni qüvvə ilə cisimlərin dəyişdirməkdir. Cisim elə bil ki, özünü dəyişdirirsən. İndi deformasiyasına görə iki cür cisim göstərmək olar ki, iki cür cisimlər göstərmək olar deformasiyasına görə. Biri var elastiki deformasiya, deformasiya daha doğrusu ikiyə bölünür. Elastiki deformasiya, plastiki deformasiya. İndi elastiki deformasiya nədir, plastiki deformasiya nədir? Bir baxalım biz iki dənə misal çəkək. Biri var prujunu götürüb sıxasan. Biri var məftili götürüb belə əyəsən. Məftili əyəndə təzədən öz vəziyyətinə qayıtmır. Gördüyün kimi əymişsinsə qalır. Amma prujunu sıxırsan açılır. Ona görə belə şey var. Təsir qüvvəsi kəsildikdən sonra cisimlər əgər əvvəlki formasında qeyd edilsin yaxşı olar. Cisimlər əgər əvvəlki formasında qayıdırsa, bu elastiki, qayıtmırsa plastiki deformasiyadır. Ya da deformasiya etdirici qüvvə də deyə bilərsən, deformasiya. Yazın. İndi biz plastikiyə baxmırıq. Yeni plastik. Elastikə baxacaq. Plastik zat adından da görünür. Elastik insanlar var, elastik insanlar. Həqiqətən hoplanıb düşə bilirlər. Onlar nəyə görə? İndi gedir məsələn baletlər falan, balet nə edir məşqi. Belə adını sala bilir, fırlana gedirlər. Elastik insanlar bunlar. Yəni fırlanıbsa belə təzən qaydala bilir. Amma mən ləsən plastik, mən plastik oluram. Yıxılan qıçam qırılır. Ya qıçam təzən əvvəlki formasına qayıtmır. İndi prujun elastikliyi və prujun elastik haqqında baxırıq. İndi bizə bir şey maraqlıdır ki, plastik bildik. Yazıq təzə qayıdanmadı. Amma elastik nə tür ola bilər ki, əvvəlki formasına qayıdır? Bizə bugünkü dərsimiz odur. Onu bir qüvvə təsir edir, elastik qüvvəsi. İlk öncə onu araşdırmamışdan əvvəl belə bir şey deyək ki, onun yaratmağa səbəbini deyək. Nə tər yaratılır? Prujunu tutdun sən, bir F qüvvəsi ilə dartdın. Buna F və ya F dartı da deyirlər ki, dartdın. Dartı qüvvəsini dartdın. Newton 3-cü qanuna görə nə olur? Bu qayıtmalı. Newton 3-cü qanuna görə dartmışıqsa, o da qayıtmalıdır yeri. Nətər yəni? Prujun. O da var. O da var. Onu da keçəcəyik mayələr və bəhçisimlərdə. Mayələr və bəhçisimlərdə. Orada əslində belə bir şey var ki, indi sən mən qabaqladım bunu deyəcəkdim. Belə bir şey var ki, elə bir F dartı qüvvəsi var ki, bunu o dərsin əlaqəsi yoxdur. Elə bir qüvvəsi var ki, artıq prujunun mitili çıxır. Prujun da deyir ki, qayıdanmıram. Həqiqətən. Qayıdanmıram. Gedir ta qayıda bilmir. Yəni amma indi kiçik qüvvələrə baxırıq, kiçik qüvvələrdə qayıdır. Yəni mən prujunu axtardım ki, prujunu sən onu göstərəm. Amma tapam mənim prujunu. F dartı ilə çəkir. Newton 3-cü qanuna görə prujunu geri qayıtmalıdır. Çəkir isə geri qayıtmalıdır. Ona görə də belə nə olur? F L elastik qüvvəsindən geri qayıdır. Yəni bir dartı qüvvəsi var.
bir də elastik qüvvəsindən bu geri qayıdır. Və bizə bu elastik qüvvəsi lazımdır. Bunlar ki, bu ədədi qiymətçi bir-birinə bərabərdirlər. Bu da ki, bir şey indi insanları xarakterizə edir. Sən onu nə qədər datsan, Projun deyil, belə elə traktor yeşə projunları falan var. Mən yeşədilər deyəndə bu şey desəm, qələmkin desəm deyəsən ki, mən çıxıb beləyən kimi o ümitli çıxış oldu. Amma projunun olmamaqda xeyli var da indi qiyməti. Onu belə dartdım, dartdım, nə qədər dartırsansa, nə qədər uzatsansa görürsən ki, daha çox qüvvə tətbiq olunur. Məsələn, biri var, projun belə deyilmi? Projun deyilmi bu? Biri var bunu belə dartasan, dartdımacaq. Bir də var belə dartasan. Həmcə hansını da sən proje sən daha çox geri çəkər. Aşağıdakında. Demək ki, bunu kəşf ediblər ki, o ev elastiklik qüvvəsi, yəni elastiklik qüvvəsi x-lə x bu da nədir? Projun uzanmağıdır. Məsələn, bura deyirlər x0, x0, burada deyirlər x1. Burada deyirlər x1. Yəni x bərabərdir, x bərabərdir. x1 çıxılsın nə? x0. Buna delta x deyirlər arada. Yəni dəyişmədir də. Hətta bunu L ilə də işarə edirlər. Yəni biraz sonraki dərslərdə bunu L ilə işarə edəcək ki, uzanmadır bu. Uzanma. Yəni bu L. L burada uzanmadır. Burada da L. Yəni uzanmadır. Yəni bu L ilə və ya x indi bu dərsimiz üçün x göstərir burada. X nə idi? Uzanmadır. Nə qədər uzanmadır? Odur. Yəni dəyişməsidir. Bunun uzunluğu deyil. Bunun uzunluğu deyil ha. Sadəcə uzanmağı. Nə qədər uzandığı odur. İndi bu elastik qüvvəsi uzanlığın düzünü tanısın, amma arada bir şey olmalıdır, sabit olmalıdır. Məsələn, y bərabərdir kx demişik, f bərabərdir ma demişik. Burada m'dir, k'dır, nələrdir? Sabitlərdir. Yəni onunla bağlayan bir zincirdir deyirik. Məsələn, f bərabərdir mc. C burada nədir? Sabitdir. Kütlə ilə qüvvəni bağlayan bir ünsürdür belə deyək. Burada da indi burada bir dənə sabitimiz var, k'dır. Bu k da nədir? Hər materialda material dəyişir. Dəmirimi dartırsan, misimi dartırsan, alüminiumu dartırsan. Yəni sırf nədən asılıdır? Materialın növündən asılıdır. Material elə material var ki, daxmaq çətindir. K-sı çoxdur demək ki. Bu sərtlikdir. Bunun adını qeydilər, yazır ki, sərtlik. Sərtlik əmsalı. Ha. Daxmaq çətindir. Bilirsən, hüngürərsən daxmır. Amma elələr var ki, deyir qələmin kərə. Sırf belə dartılır. Onun K-sı da az, sərtliyi də az. Sərtlik bunu qeyd eləyək. Sərtlik K, yo. M-dən F-dən asılı deyil. Demişdik ki, material ancaq özündən asılıdır və bir də əslində bu nasıl olduğu şey var, onu bəhsizlərdir. Sən dediyin var, gələcəkdir. İndi 2 dəfə zaten. İndi belində saxla ki, işindən asılı deyil. Sərtlik işindən asılı deyil, M-dən asılı deyil. Bəs F şeydən X-dən düz asılıdır. Və burada arada bucaq var. İndi bunda yazırlar hətta sabit bir şey varsa. Bucağın tangenti nəyə bərabər olar? K'ya bərabər olar. Çünki qarşı bölünsün bitişik deyilmi? Qarşı nədir? F. Bitişik nədir? X. F bölünsün X bərabər. Anladım. Asaddır. Yəni əslində demək olar dərs bitir. Amma bundan bunu da göstərir ki, və vektorial olaraq nəyə bərabər? Bunu da uşaqlar qatışdırır. Bunu deyirəm, əslində düsturuna vaxt istəsən, sən F bərabərdə kx yazırsan. Amma ora mənfi işarəsini görərsən. Bu əslində testlərdə falan demək olar ki, lazım olmur. Qüvvənin əksin olduğunu göstərmək üçün bunu F bərabərdir. Mənfi kx. Bu vektorial formadadır. Yəni vektor. Yəni vektor istiqamətdir də. Ədədi qiymətlər olsun. Yəni mənfi qiymətlər ola bilər. Amma vektorial olaraq mənfində sübutunu eləmək lazımdır. Nəzərə alırlar. Amma ondakı testlərdə çalışılır. Testlərdə bir dənə deyək ki, F bərabərdir nədir? Kx-dir. Burada ikisindən məsələn indi bunu təkcə daxmaq olmur. Sıxmaq da olur həm də. Yəni sıxanda da məsələn ki, belə bir dənə proje götürək. Açılmalıdır. Yəni bir dənə şey göstərək. Birində sıxaq, birində uzadaq. Ərəblər basmışlar. Bu onun başlanğıcı x0-dır. Bu nədir? Buna qədər gəlir. Bura tapki olsun x-i. X nəyi? x1-i. Ya da yəni hərflə işarə edilən də. Bu da olsun tapki x2. Yəni buradakı elastik qüvvəsini hesablayanda nə edirik? Yəni F bərabərdir nəyə? K, x. Buradakı x nədir? X1 çıxılsın x0'dır. Yəni buradır da bura. Bu uzunluğudur. Tam buranın uzunluğudur. Bura x.
Burada da buranın uzunluğu x olar. Yani burayla buranın uzanmasıdır. Uzanmadı da yani adı üstünde uzanma değil. Ne kadar uzandı? Ne oldu x? Yani buradaki x neye beraberler? X çıkasın x'dir. Anladın mı? Yani sadece uzanmadı. Uzanmaya götürüp kuvveni uzanmaya vurur. Ve bir tane de sabitimiz var. Sabitteki transfer hesabı. Şimdi burada x'in vahid fasonu yazar. F'in vahidi ne var? Newton. Newton. Yani bütün qüvvələrin vahidi Newton. Yani bir dəfə yadını saxla. Bir dənə şeydən başqa. Optikada ikinci, optikada bir dənə qüvvə var. O da hələ var. Optik qüvvədir. Ona var. Yani ona qədər bil ki, şey, imtahana gedən yaxın edilsin. Yani bir dənə bil ki, bu. Yani x'in vahidi ne var? Uzanma da adı üstünde uzanma değil. Uzanma vahidi ne var? Metr. X'in vahidi 1 metr. İndi K'nın vahidini deyə bilərsənmi mənə? Vahidi. Asıl değil. Tam o öz yerinde. K'nın ümumiyyətlə düsturmasını yazsaq, f bölünsün ne olar? X olar. Onda vahid fasonu yazaq, değil mi? Metr. Rezil beynəlxalq sistemdə yaz, BSD yaz. Belə suallar var. Orada sen Newton bölünsün metr yazma hakkın hüququn yoktur. Yani Newton atasan, Newton'dan atırdıq, kilogram vurursun, metr bölünsün saniye kvadratı. Atasan. Beynəlxalq sistemdə neydi? O bir dəfə 7 dənə vahid demişdi sənə. Hamısı ondan olmalı. Yani ayrı əlavə bir şey olmalıdır orada. Anladın mı? Yani dersimiz aslında bitmiş gibi bir şeydi. Bir qeydlərə baxacağız. Aslında hallar. Yani xüsusi hallar yazsan hüquqlar. Bunları biraz ağırlık kuvvetine birleştirmek lazımdır ki. Şimdi olsun. Birinci halımız, baxaq, nə halları verəcək. Təsəvvürlə ki, bir dənə səth var. Səth. Burada nə var? Bir cisim var. Yeni kütləli bir cisim. Bunu bir iplə bağlamayaq, elastiklə bağlayaq da, tutaq ki, prujinlə bunu bağlamışıq. Şimdi burada bir dənə tənlik kimi bir şey yazarsın, tənlik deyil. Sadəcə bir ifadə yazır. Bildiyimiz bir ifadədir. Bunu aşağı doğru hansı qüvvə çəkir? Ağır qüvvə çəkir. Ağır qüvvəsi nəyə bərabər olar? MG-yə bərabər olar da. MG. Aşağı doğru yəni ağır qüvvəsini yazır. MG çəkir aşağı doğru. Və yuxarı doğru nə çəkər? Əks onu deyəcək. KX çəkər. Elastik qüvvəsi var. Yuxarı doğru elastik qüvvəsi çəkir. Elastik qüvvəsi axarmış yuxarı olurdu. Yuxarı doğru bunun elastik qüvvəsində KX var da bu da. KX. Sərtliyi X olan X uzanmalı idi. Normal halında belə idi. Normal halında projen belə idi. M kütlədə aslında bunu daxtdım müəyyən qədər. Yəni qüvvə oldu da, yəni yaxşı dediyimiz qüvvə buydu. İndi yaxlarım F bərabərdir KX demiş. Yəni indi nə deyirik? MC bərabərdir KX. Həmin Newton qanunundan görürük ki, bura bərabər olmalıdır da. Yəni burada MC bərabərdir KX olmuş olur. Bu çox vacib düsturdur. Çox vacibdir. Yəni deyir ki, sərtliyi nə bilim bu qədər olan yayda, tutaq ki, deyir ki, 5 kiloqram yük asılmışdır. 5 tutaq ki, deyirəm, 8 nə qədər ümumiyyətlə sual verir, var, belə suallar çoxdur. Sərtliyi bu qədər olan yayda, bu qədər kütləli yük asılmış, kütləni verir. C'nin qiyməti zaten budan verilir, həmişə altlarda yazılır. Deyir ki, yay nə qədər uzanır. Anladın? Buradan bunu şey eləməlisən. Yəni bunu verib, bununla ki, məsələn, deyir ki, sərtliyi 1000 Newton bölünsün metrdir. Sərtliyi 1000 Newton, K bərabərdir 1000 Newton bölünsün metrdir. Olan cisim, orada 100 kilogramlıq cisim asılır. Devasa verir. 100 kilogramlıq cisim asılır. C'nin qiyməti 10'dur, yəni verirlər. Deyir ki, cisim nə qədər uzanır? Neçə metr uzanır? Hə? Uzanmaz. İndi elə verdim ki, uzanmır. Hə, uzanmaz. Yəni, amma bunu silsək, yo. Gözləmə, səni başqa şey verir. 10.000 verir. 1000 verdim. 10.000, 10. Yəni 10 metr uzanır. 10 metr uzanır, yəni gör nə boyda şey olur. İndi misallar verəndə ədədlərdə falan biraz fərqliliklər olur. Gerçək həyata uymur. Amma neysə də, yəni əsas odur ki, məna başa düşür. Nədir? Yəni belə suallar var. İndi bu sistem ki, aparaq baxın ikincinə. Bu da var, yəni 2 ilə sonraki halda. Bu halda, yəni ikinci halda yaxına. Birinci hal qeyd elədin mi?
Yok, qeydləsin yaxşı olur. Qeydləsin. Keçirim ikinci zala. İkinci zalda nə edəcəyik? Bunu qoyuruq liftin içinə. Lift yuxarı yönəlmiş A təcili hərəkət edir. Təcili istiqamət yuxarı olur. Keçən dəfə gəlişdə demişdik ki, onda qüvvə reaksiya kütləsini tutarlar. Bu eğer təcil yuxarı idisə, şeydir. P bərabər nə idi? Çəkək. Mc plus A idi. Mc plus A idi. İndi yuxarı olanı çəkdik. Ha, elə. Bax, Mc plus A deyil miydi? Mc plus A'dırsa, bunu həqiqətən də aşağı doğru seçən qüvvə indi Mc yox, Mc plus A'dır. Aşağı doğru seçən. Yəni yazırıq ki, aşağı doğru seçən nədir? Mc plus A. O da bərabərdir Kx. Çünki Newton üçüncü qanuna görə bura gələnlər qıvara gələnlər bərabər olmalıdır. Bura nə yönəlir? Mc plus A yönəlir. Orada. Əslində bu Newton ikinci qanundan çıxır. Bura Mc plus A yönəlir demək əslində o qədər də doğru cümlələr deyil. Doğru cümlələr deyil, amma yəni göstərmək üçün deyirəm ki, burada bu qüvvələr isə bura qüvvə bərabər olmalıdır. İndi aşağı yönəlsə bəs çıxılır. Kx. Yəni gördüyün kimi bir dənə Kx üstünü aldıq. Yəni indi dərsin sonudur. Bitdi artıq. Bir dənə gördüyün kimi Kx üstünü aldıq. Bu ikinci üstünümüz oldu. Bu birinci üstünümüz oldu. Bu da üçüncü üstünümüz oldu. Bax, bir dənə gördüyünüz kimi F bərabər Kx üstünün mənasını verdik, aldıq. Ondan sonra Kx üstünü nə elədik? 3 dənə hala baxdıq ondan ibarət. Dərsimiz bu qədər.